Salam, hər birinizi xoş gördük. Mən sizə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş buraxılış imtahanının Azərbaycan dili suallarının mətnlərinin izahını verəcəyəm. Siz də öz dəstəyinizi ifadə etməyi unutmayın. Başlayaq suallarımızın izahına. Demək, mətn haqqında məlumatınız var və yaxud saxlayıb video izahdan əvvəl oxuya bilərsiniz. Başlayaq suallarımızın izahına. 41-ci sualda sual nədən ibarət? Fuad obrazı ilə bağlı doğru fikirləri müəyyən edin. Özür sayın. Deməli, 1. Universitet daxil olmaq üçün bütün biliyi kifayət etmir. Xeyr, yanlış fikirdir. 2. İmtahandakı uğursuzluqdan sonra heç bu imtahana getməmişdir. Bu da yanlışdır. Usta Səlimlə səmimi münasibət qurmağa nail olmuşdur. Bəli, 3-ü götürürük. İşin incəliklərini öyrənir. Bəli, 3-dən 4. Bir də olur C bəndi. 42. Mətnə əsasən boşluqların yerinə yazıla biləcək cümlələrin ardıcılığı müəyyən edin. Deməli, boşluq buradadır, buradadır. Sonra qeyd elədim hər birin. Birinci baxırıq. Deməli, bu zavoda gəlib və təbii ki, gələndən sonra müəyyən bir ünsiyyət yaratmalıdır. Deməli, 2-ni əlavə edə bilərik bura. 2 ilə başlamalıdır. Sonra növbəti cümləyə baxaq. Mən çoxdan özümə oxşamıram, oğul. Görürsən, heç əlimə açar almıram. Buna hansını qeyd eləyə bilərik? 4-ü qeyd eləyə bilərik. Qabaqki kimi işləyə bilmirəm. Barmaqlarım sözümə baxmır. 4 yazırıq. Sonra işdən çıxacağam. İstəmirəm qulağım eşidə. Bu kişi nə vaxt gedəcək desinlər. Bunu da əlavə edə bilərik. O əzabının ağrısını artıq zavodda faydasız olduğunu düşünməsini anlayıram. Onun əzabının ağrısını bir əlavə edirik. Sonra işləməyi öyrəndim. Ən əsası öz yerimdə olmağı öyrəndim. Bunu da nəyə qeyd edə bilərik? Ən çətin, böhranlı vaxtımda əlimdə tutub mənə dəstək olan qüvvət, mətanət hissi aşılayan insanları tanıdım. Onu da 3 əlavə edirik deyə cavabımız olur C bəndi. Mətndə məlumat var, yəni 3 dənə fikir var. Mətndə hansı varsa onu qeyd eləməliyik. Baxırıq 2-yə. Fuad zavodda maşınqayırma sahəsində çalışır. Elə bir şey yoxdur. 1-ə baxaq. Müəllimlər Fuadın gələcəyi ilə bağlı yüksək fikirdəyirlər. Bəli. Fuad zavoda gələndə usta Səlim düşünmüşdü ki, nə vaxtsa onu əvəz edəcək düşünürdü. Bəli. 1-3. Mətndə məlumat yoxdur. Yəni bu 3 hadisədən deyək ki, ikisi orada qeyd olamayıb. Baxaq. Fuad ailənin yeganə övladı deyil. Bəli. Qardaşımla mən qeyd edir orada. Ustanın gedişindən sonra işçilərdən biri onun yerinə keçir. Elə bir şey yoxdur. Götürə bilərik. Briqadanın digər üzvləri də qoca ustanın işdən getməsinə qarşı idilər. Bəli. Yəni bununla bağlı da o mətndə məlumat yoxdur. Bunu da götürürük. Demək olur 1, 3, 5, 6 D bəndi. 44-də baxırıq. Hansı cümlədə üzərinə rəqəm yazılmış sözlərdən heç birinin mənasına uyğun söz işlənməmişdir? Baxırıq. İsrar sözü var burada. Sonra hüzün, qıvraq və ovqat sözü var. İsrar nədir? Təkiddir. Ona uyğun söz var. Hüzün, kədər deməkdir, var. Qıvraq, sevikdir, gedir. Sonra ovqat da əhvaldır. E variantına uyğun heç bir nümunə yoxdur. Mətnə əsasən səbəbdə müəyyən etmək mümkün deyil. Ustanın işdən getmək istəməsinin səbəbi bəllidir. Ananın işdən çıxmasının səbəbi məlum deyil. Fuadın zavodda işləmək qərarının var. Anasına kömək etmək istəyirdi. Var. Ananın övladlarını tək böyütməsi səbəbi də yoxdur. 2 ilə 4. B bəndi. 46. Əvvəldə işarə qoymuş ifadələrin mənasını, yəni nə demək olduğunu yazmalıyıq. Buradadır. Sonra budur. Sonra bunu qeyd edə bilərik. Baxaq. Məsəl üçün bu qulağımdan girib o biri qulağımdan çıxırdı. Buna nə deyə bilərik? Məsəl üçün vecinə almamaq deyə bilərik. Məsəl üçün sonra önəmsəmirəm deyə bilərik və yaxud əhəmiyyət verməmək qeyd edə bilərik. Uçmağa qanadım yox idi. Yəni sevincimin həddi hüdudu yoxdur. Bunu yaza bilərik bura. Sonra şad olmaq mənasını qeyd edə bilərik. Yəni sonra nə deyə bilərik? Hədsiz dərəcədə sevinməyi qeyd edə bilərik. Həyat məktəbi keçmək isə yaza bilərik ki, təcrübə qazanmaq, nə bilim, çox şey öyrənmək, nə bilim, sınaq meydanından uzaq çıxmaq və s. qeyd edə bilərik. 47. Mətn əslində cədvəl. Cədvəl nədən ibarətdir? Mən sizə qeyd edeyim.
Cədvəl bundan ibarət ki, deyir, hadisəni nəql edən şəxs haqqında xarakteri xüsusiyyətlərin deyir. Hadisəni danışan da kimdir? Fuaddır. Onun haqqında səciyyəvi xüsusiyyətlərini yazarıq. Nə yaza bilərik? Zəhmətkeş olmasını qeyd edə bilərik. Məsəl üçün, zavodda çalışmasını qeyd edə bilərik. Diqqətli idi, ustasına qarşı olan münasibəti dərk eləyir, ona yaxınlaşır. Qayğıkeş olmasını qeyd edə bilərik. Məsələn, anasının qeydinə qalır və s. 48. Eyler-Venn diaqramı doldurun. Nədən ibarətdir? Orada Usta Səlimlə deyək ki, ananın müqayisəsi var. Usta Səlimə nəyə yaza bilərik? Məsəl üçün, qeyd edə bilərik ki, düşüncəlidir, müdrikdir. Sonra ona layiq olan, özünə layiq olmayan çörəyi yemir və s. Məsəl üçün, anaya nəyə yaza bilərik? Deyə bilərik ki, məsəl üçün, övladların çətinliklə böyüdür, tək böyüdür və s. Ortaq cəhət yaza bilərik ki, hər ikisinin qayğıkeş olması, hər ikisi Fuada məsləhət verməsin, ortaq cəhət kimi götürə bilərik. 49-a baxırıq. İnsan həyatda öz yerini tapanda əsl xoşbəxtliyə çatdır. Aforizmi mətnlə əlaqələndirək. Bunu da təbii ki, kimlə əlaqələndirə bilərik? Fuadla. Çünki o min bir əziyyətlə zavodda işə, fəaliyyətə başlayır. Sonra hər şeyi dərk edir. Sonra tələbə həyatı yaşayır, yəni tələbə olmağı bacarır və ən sonunda öz layiq olduğu yerə çatır, qeyd edə bilərik. 50. Altına xətt çəkim cümlənin mətnin səciyyəvi üslubuna uyğun. Demək, mətnimiz bədidir. Bədi üslubunun əsasında nə durur? Məcazlik və məcazlikdən istifadə edərək zənginləşdirilirsə, yeni də sözlər əlavə etməliyəm. Məsəl üçün, baxırıq. İndi mən anama dəstək olmaq istəyirdim. O qardaşımla məni tək böyütmüş, çox çətinliklər görmüşdü. İndi mən anama dəstək, yardım etmək istəyirdim deyə bilərik və ya kömək əlimi uzatmaq istəyirdim. O qardaşımla məni tək böyütmüş, çox çətinliklər görmüşdü. Yəni, çox çətinliklərə sinə gəlmişdi. Nə bilim, çox çətinliklərdən keçmişdir və s. yaza bilərik. Sonra, növbəti mətnə baxırıq. Tufan əfsanəsi mətnidir. Yenə deyirəm, oxuyub məlumat əldə edib və sonra izahına baxa bilərik. 51-ə baxırıq. Əvvəldə Roma rəqəmi yazılmış hansı cümlə mətndən çıxarırsa məzmuna xələl gəlməz. Burada təbii ki, variant A variantı. Çünki burada ifadə olunan fikir 4-də qeyd olunur deyə 5-cinin olmasına ehtiyac yoxdur deyə A variantıdır. Doğrunun altından doğru, yanlışın altından yanlış, ehtimalın altından isə dəqiq olmayan bir şey götürməliyik. Əgər uyğunsuzluq desə şərtdə doğrunun altından yanlış, yanlışın altından doğrunu, ehtimalın isə faktı seçməliyik. Araşdırmalar sübut etmişdir ki, Şumer bölgəsində ilk daşqın Ur şəhərində baş vermiş. Elə bir şey yoxdur. Şumer mədəniyyəti yeni mədəniyyətin yaranmasına səbəb olur. Doğrudur. 2 ilə başlamalıdır. Yanlışın altından yanlışı götürməliyik. Şumerlərin qədim tayfalarla ticarət əlaqələri olmuşdur. Təbii ki, var. 4. Şumerlər digər ərazilərə yürüş. Xeyr. Zaten digər ərazilərdən bura hücum olmuşdur. 2-4. Ehtimala baxırıq. 6-ya bir dənə baxaq. Tufan əfsanəsinin yaranması Ur şəhərində daşqınla bağlı olmuşdur. Bunu da dəqiq deyə bilmərik deyə ehtimal. 2-4-6 B variantı. Mətn tərkibçisi ilə bağlı doğru fikir nədən ibarətdir? Mətn əsas hissəsində Şumerlərlə məşğuliyyəti barədə danışılmır. Tarixdə ilk dəfə dövlət quran, idarə etmə sistemi yaradanların biri də onlardır cümləsi ilə mətnin giriş hissəsini genişləndirmək olar. Bəli, burada məsələn Şumerlər haqqında məlumat verir, qədim xalqlardan olması, nələri kəşf eləməsi haqqında məlumat verir deyə B-ni doğru əlavə edə bilərik. 54. Mətn əsasında hansı suallara cavab tapmaq mümkündür? Tanrılar insanları nə üçün cəzalandırmaq istəyir? Bunun cavabı yoxdur deyə götürmürük. Sonra kral daşqının olacağından necə xəbər tutur? Bəli, məlumat verirlər. Yəni, Tanrı məlumat verir. Sonra Ziyusordanın havaya uçurduğu görsə nə üçün geri qayıdırdı? Çünki suyun getməsi haqqında məlumat verir. 2-3'ü götürürük. Sonra Ur şəhərindəki daşqın neçə gün davam etmişdir? Yoxdur. Ziyusudra suyun çəkildiyi necə anlayır? Bəli, o da var. Yəni, geri qayıdandan sonra başa düşür ki, yəni bu artıq su orada çəkilib. 2-3-5 E variantıdır. Mətn tezlərini aid edilə bilməz. Eyni mövzuya müxtəlif xalqların mifologiyasına rast gəlmək olar, doğrudur.
Şumerlər digər xalqların mifologiyasına müraciət etmişlər. Səhvdir, zaten digər dövlətlər bura müraciət etmişdir. İkini götürürük. Şumerlər daşqınlardan qorunması üçün yaşayış yerlərini daim dəyişir. Elə bir şey yoxdur. İnsanlar bütün təbii fəlakətlərin qarşısını tamamilə ala bilirlər. Elə bir şey yoxdur. 2, 3, 4 A variantı. 56-ya baxırıq. 56-da nə istəyir? Deməli, mətası cədvəldə nədən ibarət? Cədvəldə səbəb nəticədir. Səbəbi verib ki, Şumerlər yaşadıkları ərazinin coğrafiyası haqqında kifayət qədər biliklərə malik deyillər. Nəticə olaraq yazmalıyıq ki, tanıdıkları əraziləri bütün dünya kimi təsvir edirdilər. Nəticəyə baxırıq. Nəticəni verib ki, qədim Şumerlərin yaratdığı bir əfsanə bəzi dünya xalqlarının mifologiyasında təkrarlanır. Səbəb ondan ibarətdir ki, onlar deyək ki, Şumerlərin yaşadığı Mesopotamiya arasında davamlı yürüş və hücumlar etmişdir deyə bunu götürə bilərik. 57. Əvvəldə işarə qoyulmuş sözlər arasında cədvəli doldurun. Cədvəl nədən ibarətdir? İşarə qoyulmuş sözlərə diqqət yetirək. Deməli, burada quru sözüdür. Quru sahə həqiqi mənadadır. Yəni, informativdir, poetikdə işlətməliyik. Fəlakətlə üzləşmək poetikdir, həqiqidə işlətməliyik. Məsəl üçün, qurunu nə cür işlədərik? Məsəl üçün, quru söhbət məcazi mənada olar. Məsələn, quru adam deyə bilərik. Üzləşməyi də həqiqi mənada işlədə bilərik ki, müəllimlə üzləşmək və ya dostumla üzləşirdim. Həqiqi mənada işlədə bilərik. 58. Demək ki, nə istəyir? Mətndə nöqtələrin yerinə uyğun fikir yazmaqla cümləni tamamlayın. Baxırıq, nöqtələrin yerini əvvəlcə tapırıq. Bax, burada qeyd olunub. Deyir, Şumerlər düşüncələrin əksinə olaraq bütün dünyanın yaxud bir ölkənin dağları aşacaq səviyyədə bir daşqına məruzə qalması mümkünlüyünü elm, deyək ki, təsdiq edir, sübut edir, təksib edir və s. yaza bilərik. Sonra 59-a baxırıq. 59-a nə istəyir? Mətndə deyir ki, cədvəli tamamlayın. Cədvəl nədən ibarətdir? Sizə deyim. Demək, cədvəl müddiə və faktdır. Müddiə verib ki, Şumerlər bəzi ilklərə imza atıblar, dünyaya töhfələr veriblər və s. Onun təsdiq edən faktlar yazmalıyıq. Qeyd edə bilərik ki, ən qədim yazının müəllifidir. Həm təkəri yaratmışlar, 60'lıq sistem yaratmışlar və s. 60'a baxırıq. Demək, üzərində rəqəm yazmış sözlərin kontekstə əsasən mənası nədir? Burada məsələn, qat sözü var, sonra qavramaq sözü var, sonra davamlı. Yəni, qata nə deyə bilərik? Təbəqə, hissə deyə bilərik. Qavramaq, başa düşmək, dərk eləmək, anlamaq yaza bilərsiniz. Davamlı da müntəzəm olaraq yaza bilərsiniz. Sonra sürətli, nə bilim, sonra nə yaza bilərik? Nə bilim, tez-tez və s. qeyd edə bilərik. Oldu əziz yoldaşlar, bugünlük izah bu qədər. Növbəti izahlarda görüşənə qədər. Sağ olun.